Sabah ölkənin bir sıra rayonlarının qaz təchizatında fasilə yaranacaq. Azəriqazdan verilən məlumata görə Qaz İxrac İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı avqustun 5-i 2026-cı il tarixində saat 18:00-dan avqustun 20-si 2026-cı il tarixində işlər başa çatanadək Samux rayonunun Qarağaçlı və Qaraağ qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniyabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun 1-ci Şıxlı, 2-ci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatının dayandırılması, işlər başa çatdırdan sonra qaz təchizatının texnoloji rejimlərə uyğun bərpa olunması planlaşdırılır.